Bu insanların haqlarını bu söküntülər qədər tapdalayan mən görməmişəm. Bizim ölkədə insanların haqlarını tapdalayan söküntülər qədər bəlkə indi ikincidir, üçüncü sıradadır, bilmirəm. Amma mən bunları elə birinci sırada görürəm. Da insan qalmayıb ki, bunların əlindən dad eləsin. İcra hakimi bu yandan, Yasamal rayon icra hakimi bu yandan, Sabahı rayon icra hakimi o yandan, nə bilim, bəzi var da bir neçə dənə icra hakimləri var ki, özlərini şah sayırlar. Şah bir dənə deyir ölkədə. Şah deyir ki, mən millətim üçün çalışıram. Sən deyirsən ki, amma özün üçün çalışırsan. 100 kvadrat evi var adamın. Söküblər. 70 min icazəsiz söküblər evdə olmayanda. 70 min də pul təklif eləyir. Harda? Tağızadə küçəsi, Abdullah Şahin küçəsi ilə kəsişmə. Nərimanov heykəli ilə üzbəüz. Nərimanov heykəli ilə üzbəüz. 8 min, 7 min qiyməti var kvadratın. Bu buna 70 min 100 kvadrata təklif edir. 4100 manat qiymətləndirmə qoyub bir kvadratına. Bu adam da 400 minə qədər pul istəyir təxminən. Heç 4100 istəmir ha. 4000-dən də elə aşağı 4000 deyək ki, pul istəyir. Bunlar amma gəlir.